Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız, sevgili yurttaşlarım. Mən tətbiqi sənət ustası, araşdırmaçı İskəndər Sərdarlı bugündən etibarən sizi bax bu məkandan Qərbi Azərbaycan televiziyasının yeni bir səsi kimi Sərdar Sandıq Ocağından salamlayacağam. Bəs nədən Sərdar Sandıq Ocağı? Nədən bu gördüyünüz çiynində həm də tolerantlıq missiyası daşıyan bir məkandan sizi salamlamağa qərar verdik. Bax, bu sandıq evi son 5 ildə, yəni yarandığından bu günədək Qərbi Azərbaycan mədəni irsinin yaşadılmasına, təbliğ olunmasına, öyrənilməsinə, eləcə də dünyaya tanıdılmasına böyük töhfələr verə bilib və biz bundan çox qürurluyuq. Bir də ki, biz Qərbi Azərbaycan televiziyası olaraq düşündük ki, bax bu gördüyünüz ocağın funksionallıq məzmununu daha da dərinləşdirək və zənginləşdirək. Bilirsiniz, bu gördüyünüz bütün bu sənət nümunələri yaranmazdan əvvəl biz müxtəlif istiqamətlərdə araşdırmalar aparmağa başlayırdıq və həmin araşdırmalar zamanı elə faktlarla rastlaşırdıq ki, sözün yaxşısı mənasında onu həzm etmək o qədər də asan olmurdu. Və bu zaman biz səbirsizliklə tələsirdik o görüşlərə ki, orada bizim ölkəmizin uyğun mütəxəssislərindən, tanınmış ekspertlərindən, alimlərimizlə bu məsələləri bir yerdə müzakirə edək. Və bu müzakirələr zamanı da, bax o bayaq haqqında danışdığım Əlahəzrət faktlara həqiqilik təsdiqini tapanda bizim qürurdan sinəmiz daşırdı və belə bir ehtiyac artıq özümüzdə duyurduq ki, bax o müzakirələr zamanı aşkara çıxan möhtəşəm faktlar Qərbi Azərbaycan televiziyasının çoxsaylı tamaşaçılarına da təqdim olunsun. Və televiziya həm də bütün dünyaya bir pəncərədir, həm də biz bu pəncərədən dünyanın öz dilində öz həqiqətlərimizi çatdıra bilək. Və qərara gəldik ki, həmin o haqqında danışdığım çoxsaylı müzakirələr ki var, çünki onlar çox bir dar çərçivədə keçirilirdi. O mövzuları əhatə edən burada sandığımızın içində, mücrümüzün içində kağız parçaları üzərində, yəni sandığın içərisindəki pambığın altında o mövzularımız saxlayaq və növbə ilə o mövzulara biz qonaqlarımızla bir yerdə müzakirə eləyərək sizin nəzərinizə çatdıraq. Və biz böyük məmnuniyyətlə bu mücrümüzün adı Şərqin Səsidir, açaraq növbəti, daha doğrusu ilk mövzumuzu müəyyənləşdirək. Mövzumuzun adı Mirzə Qədim irsinin işığıdır. Bilirsiniz, Mirzə Qədimlə bağlı doğrudan da rast gəldiyimiz o fakt, bizi maraqlandıran fakt, hesab edirəm ki, ilk dəfə burada Qərbi Azərbaycan televiziyasının bu studiyasından oxucularımıza tanıdılacaq və ona uyğun da bizim çox möhtəşəm bir qonağımızla tanış olacaqsınız. Əziz tamaşaçılarımız, bayaq da biz mövzunu seçmənizdən əvvəl ki, mən qeyd eləmişdim ki, o araşdırmalar vaxtı tapdığımız faktlarla bağlı bu sevinclə, ondan sonra səbirsizliklə, həyəcanla mütəxəssislərimizin, ustadlarımızın, alimlərimizin yanına qaçırdıq.
Bax, elə bir adamlardan biri də və elə bir mövzulardan da biri elə Mirzə Qədim irsindən bağlıdır. Və Mirzə Qədim irsi, yaradıcılığı, onun şəxsiyyəti ilə bağlı mən düşünəndə həmişə mənim gözlərimin önündə bizim Natiq Səfərovun siması canlanırdı. Natiq müəllim Azərbaycanın əməkdar rəssamı, ali dərəcəli bərpaçı, həm də bizim ustadımızdır. Bax, sizin gördüyünüz bu Sərdar Sandıq ocağının və buradakı sənət nümunələrin həm yaranmasında, həm həyat vəsiqəsi almasında bu bizim ustadımızın çox müstəsna tövsiyələri, xidmətləri, həm mənəvi dayağı, yəni əlindən gələn nə yaxşılıqlar var ki, onu eləyib ki, məsələn, bizim Dərələyəzim adlı əsərimiz bugün Topqapı Sarayında saxlanılır. Siz bizim bu Sərdar Sandıq ocağına xoş gəldiniz. Əslində sizin bura birinci gəlişiniz deyil, amma Qərbi Azərbaycan televiziyası olaraq bu formatda başladığımız bir layihənin ilk qonağı sizsiniz. Həm də Sandıq onu istədi. Biz sandığı açdıq, mücrünü. Oradakı mövzu Mirzə Qədim mövzusu oldu. Və bu mövzunu da biz şərh eləməyimiz biraz insafsızlıq olardı. Çünki Mirzə Qədim irsinə, yaradıcılığına birbaşa toxunan bir nömrəli mütəxəssislərdən birisiniz. Və biz belə nəzərdə tutmuşuq ki, hər verilişimizdə Mirzə Qədim yaradıcılığının və ümumiyyətlə nədənsə gedəcəksə söhbət, bu tamaşaçılarımızın indiyə kimi bilmədiyi, görmədiyi, toxunmadığı mövzuları olaraq tanış eləyək. O baxımdan bax, siz bugün 21-ci əsrin bərpaçısısınız. Mirzə Qədim isə 19-cu əsr bərpaçısıdır. Bax, sizin iki bərpaçının arasındakı bir tarixi, mədəni yaddaşımızdan gələn imkanlar, həm o imkanların məzmununu şərh eləyərdiniz, həm də bax Mirzə Qədimin bərpaçılığına toxunanda nələri oxuya bildiniz, nələri görə bildiniz, onun xarakterik cəhətlərini tamaşaçılarımıza çatdırardınız. Çox sağ olun İskəndər müəllim. Yəni mən özümü çox belə hal-hazırda xoşbəxt sayıram ki, siz məni Qərbi Azərbaycan televizyasının ilk verilişinə dəvət elədiyiniz üçün minnətdaram. Bu özü də mənim üçün bir tarixi hadisədir. Və bu tarixlə mənim çox sıx əlaqəm olduğu üçün mənim şəxsi həyatımda, yəni bu da bir səhifədir ki, mən bundan fəxr edirəm və sizlərə minnətdarlığımı, o cümlədən televiziya rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm. Və sizin verdiyiniz suala cavab olaraq çox gözəl sualdır. Bugün artıq 20-ci əsr texnika, texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə bərpaçılıq sənəti Azərbaycanda da öz kökü, öz ənənələri var və dünya elmi ilə bir səviyyədə yəni ayaqlaşır və bizi dünyanın bir çox ölkələrində yüksək səviyyədə qəbul edirlər, UNESCO-dan tutmuş və digər inkişaf eləmiş ölkələr. Sizin sual çox maraqlı bir sualdır. Biz bilirik ki, Mirzə Qədim İrəvani Azərbaycanın tarixində özünə layiq yer tutmuş bir şəxsiyyət olub və bu insan təpədən dırnağa qədər baxmayaraq, başqa dövlət orqanında işləməyinə baxmayaraq, poçta işləyib o, amma o sırf rəssam olub. Bütün qəlbi ilə, bütün öz daxili aləmi ilə gözəl bir rəssam olub. Onun təəssüflər olsun ki, bu günə qədər onun əsərləri çox sayda qalmayıb. Lakin qalan rəsmlər sübut edir ki, öz dövründə yaxın şərqdə ən mütərəqqi, inkişaf eləmiş bir rəssam kimi öz adın tarixin salnaməsinə qızıl hərflərdən yazmışdır. Bizim ölkənin, cənab prezidentin minnətdarlığımı bildirirəm ki, Mirzə Qədimin yubileyini təşkil olunmasında, onun yaradıcılığının təbliğatında yəni verdiyi sərəncamlar geniş şaxəli halda həyata keçirildi
onun böyük bir sərgisi, həmçinin müxtəlif simpoziumlar, konferanslar və gözəl tərtib olunmuş kataloqlar çap olundu. Və bu yaxınlarda bizim Milli İncəsənət Muzeyində keçirilən möhtəşəm bir sərgi buna sübutdur. Və bu sərgidə sərgilənən 6 əsər barədə mən bir qədər sizə məlumat vermək istəyərdim ki, bu əsərlər vaxtı ilə İrəvan Sərdar Sarayında olub və müəyyən bir müddətdə Sərdar Sarayı Çar Rusiyası dövründə artıq bir qədər baxımsızlıqdan bir qədər vəziyyəti gərginləşdiyi üçün o dövrdə Tiflisdə yerləşən Quberniya Zakavkaziya mərkəzində olan şəxslər muzey sahəsinə deməli ayrılmış insanlar vardı ki, bunlar bir qədər bu Sərdar Sarayının vəziyyətinə qayğı məqsədi ilə orada müəyyən bərpa, yenidən qurma işlərinə start verilib. Bu bir qısa müddət çəkib və bu anda orada olan 8 əsərin hansı ki portallarda yerləşdirilir, güzgülü salonda və bu əsərlərdə əsasən mifik və real insanların portretləri olub. Burada Fətəli Şah, Hüseynqulu xan, Həsənqulu xan, Söhrab və Rüstəm Zal. Digər 2 əsər bu günə gəlib çıxmayıb və bu əsərlər o dövrdə bir qədər öz təravətlərini və zamanın, vaxtın baxımsızlıq şəraitində korlanmış və öz yəni təravətini itirdiyinə görə yerli rəssamlıq məktəbinin nümayəndələrinə müraciət olunmuşdu. Lakin bunların içərisində bir çoxu miniatür və kiçik həcmli rəsm müəllifləri olduğu üçün bir qədər Avropa rəngkarlığına ziyarət eləmiş deməli yağlı boya rəsmləri və monumental halda Mirzə Qədimə deməli müraciət olunmuşdur. Çünki o dövrdə gənc olub və mütərəqqi bir fikirli bir şəxsiyyət olduğu üçün o bu əsərlərin bərpasını və yenidən işlənməsini boynuna götürmüşdür və bu əsərləri gələcək üçün bizə gəlib çatmaq üçün həm bir qədər bərpa və bir neçəsini isə yenidən yəni işləmişdir. Bu əsərlərin deməli uzun illər o dövrdə Sərdar Sarayı dağıdılarkən tamamilə yəni bizim mənfur, mən bunu həyatımın axırınacan belə adlandıracağam, mənfur qonşularımız tərəfindən və o Tiflisdə yerləşən o muzey və incəsənət sahəsinə nəzarət edən şəxslər, o nəzarət edən şəxslərin də hətta onlar Rus və Avropa xalqlarının nümayəndələri olub, Almaniyadan çağırılmış insanlar və bunlar bu sarayın dağıntıları altından müəyyən əşyaları, o cümlədən bu rəsmləri götürərək Tiflisə aparmışdılar. 21-ci əsrin əvvəllərinə qədər bu əsərlərin mövcud olması barədə demək olar ki, informasiya olmamışdır. Yəni bizim qonşular, gürcülər bir qədər onların mentalı və onların xarakterinə biz dərindən diqqət eləsək, bir qədər yəni sirli anlar var ki, bu onlara xasdır və bunlar bu əsərləri çox sirli halda saxlamışdılar. Lakin müəyyən bir patriot insanlar tərəfindən məlumat alındı və o məlumat bizə çatdırıldı. Bizdə yuxarı səviyyədə, çox yüksək bir səviyyədə bu məlumatlar ötürüldü və müəyyən bir çox belə qarışıq və çox belə bir məcarə halında mən olmaq şərti ilə bizim çox hörmətli professor Çingiz Fərzəliyev tərəfindən biz Gürcüstanda əlaqələr və digər xəttlər vasitəsilə bu əsərlər barədə bir gizli məlumatları dəqiqləşdirdik və çox yüksək səviyyədə bizim hörmətli vitse-prezident Mehriban xanımın yəni
nəzarəti və qayğısı nəticəsində artıq gürcülər bu əsərlərin mövcudluğunu dana bilmədilər. Və müəyyən danışıqlar, müəyyən hallar oldu ki, bu əsərlərin bura gəlib sərgilənməsinin qarşısını almaq üçün müəyyən bir anlar oldu. Lakin biz onların bəhanələr, əsərlər pis vəziyyətdədir, xərci çox böyükdür. Amma biz bərpaçılar kimi biz bunu boynumuza götürdük ki, biz onu bərpa edərik minimal bir vəsait hesabına. Və artıq onlar əsərləri bizə bərpaya verdilər. Çünki onların tarixində belə bir şey olmayıb ki, kiməsə əsər həvalə etsinlər. Çünki onlar biraz qısqancdılar. Özləri bunu etmək istəyirdilər. Sözsüz ki, bunlar hamısı bizim rəhbərliyin hörməti, onların sözünün keçməyi nəticəsində oldu. Və biz bu əsərlərin bərpasına başladıq. Və mən bir neçə dəfə bu söyləmişəm. Bərpaçının xüsusi bir xarakteri olur. İndi bilməm, digər bərpaçılarda bu var, yoxdur. Amma hiss edirəm ki, mənim tələbələrim və işçilərdə bəzilərində bu hissiyatlar artıq aşılanır. Biz bir əsəri bərpa edərkən sanki indiki dövrü yaddan çıxardırıq və gedirik o dövr. Ruhən. Hətta o şəxsin işləyərkən əsəbi olduğu anları biz hiss edirik, sakit olduğu anları hiss edirik. Əsərdən hansı bir detalından o həzz aldığı anları əsərdə o çöküb, əsər üzərində var. Və bu əsərlərin bərpası vaxtı artıq mən Mirzə Qədimi onun kiçik həzmli əsərlərində, muzey fondlarında əsərlərindən tanıyırdım və onu qəbul edirdim. Amma onun əsərlərini bərpa edərkən sanki Mirzə Qədimlə paralel bir dövrə düşdüm və onu artıq lap dərindən dərk elədim. Çünki onun o rəngləri, qarışığı palitrada o qədər bir həssaslıq, o qədər böyük bir rəssam kimi o kətan üzərinə köçürtməyə söhbət süjetdən getmir. Söhbət texnoloji anlardan gedir. Məsələn, biz onun əsərlərinin hansısa bir Qacar məktəbi ilə paralel tutanda artıq biz görürük ki, orada Avropanın impression ruhu var. Həm qədim örnək var, miniatürdən gələn örnək var. Amma müasirlik var. Təsəvvür edin, 18-19-cu əsrin stıkında belə bir, axı o nə Parisdə olub, Avropada olmayıb. Əlbəttə. Amma o gördüyü Avropa rəsmlərini o qədər dəqiq oxuyub ki, onları o qədər təhlil eləyib ki, öz yaradıcılığında onlardan da heç geri qalmayan bir anlar əmələ gəlib. Onu da tamaşaçı onu o qədər görə bilməz. Bəlkə də hansısa bir gözəl sənətşünas onu təhlildə görə bilər. Amma bərpasının gördüyünü heç kim görə bilməz. Və orada olan o xarakterik, ona deyirlər surovo stil. O stili o dövrdə heç kim eləməyib. Hətta Avropada eləməyiblər. Yəni mən öz təhlillərimlə belə qərara gələ bilərəm ki, indi kim necə qəbul edə bilər? Biz məsəl üçün müasir 21-ci əsrdə o stili biz görə bilərik Rus rəngkarlığında Niski, Deyneka və yaxud Tahir Salaxov, bizim dahi rəssamlarımız. Amma təsəvvür eləyin, o dövrdə 200 il bundan əvvəl, 150 il bundan əvvəl, 170 il bundan əvvəl Mirzə Qədim o cərəyanın kökünü qoyub. Yəni bu artıq mənim şəxsi qənaətimdir. Və o bərpa və yenidən yaratdığı əsərlərdə o dövrdə artıq sözünü demiş bir şəxsiyyət kimi bugün görürük biz onu. Çox əfsuslar olsun ki, bu illər ərzində kölgədə qalmış, yalnız adı bir neçə rəsmlə tanınan bir şəxsiyyət olub. Amma bugün yenə də mən dərin minnətdarlığımı bildirirəm bu işdə əli olan, həmçinin sizə ki, bu verilişdə ona həsr edirsiniz, bizim xalqımızın, tariximizin qaranlıq güşələrini açıqlayırsınız. Yəni bu özü böyük bir, nəinki təbliğat deyil, bu tarixin bugünkü gün
özünün möhürünü vurduğu bir gündür. Yani bu günləri artıq Mirzə Qədim İrəvani bizim bu tarixi torpaqlarımızda, bizim tarixi İrəvan şəhərinin və o Qərbi Azərbaycanın üzük qaşı kimi saydığımız bir şəxsiyyətin tarixə vurduğu bir möhür, bu gün o möhür sizin sandıqdan çıxır və cəmiyyətə, bizim xalqımıza bir daha bəyan edir ki, bizim həqiqətən də rəngkarlıq, rəssamlıq tarixində bu cür görkəmli və dünya səviyyəli, mən bunu qeyd edə bilmərəm. Çünki bayaq qeyd etdiyim kimi, onun yaratdığı o izm, stil, yəni Avropada 100 ildən sonra əmələ gəlib. Dünyada 100 ildən sonra əmələ gəlib. Yəni mən elə gəlir ki, müxtəlif indi sənətşünaslar bu ideya barədə fikirləşə bilərlər, onu analiz edə bilərlər. Çox təşəkkür edirəm bu qədər ətraflı, yəni təhlil üçün. Mən istəyərdim ki, bugün tamaşaçılarımız həm də sizdən öyrənsinlər ki, Mirzə Qədim bütün bu söylədiklərinizlə yanaşı, həm də Azərbaycan rəssamlığında ilk bərpaçı Tamamilə doğru. rəssam olub. Bəli. Və onun mümkünsə o vaxtki dövrün şərtlərindən, kimyasından, təbii bitkilərdən, onun o bərpa mexanizmindən mən istəyirdim. Biz bərpa deyəndə çox vaxt mənə deyirlər bərpa sənəti. Deyirəm o sənət deyil, bu elmdir. Bəli, bəli. Bərpa elmin müxtəlif deməli növləri ilə sırf paralel gedir. Burada fizika var, optik fizika var, kimya sözsüz var, burada həndəsə var, burada entomologiya var, mikrobiologiya var. Yəni bütün bunlar müasir dövrə aiddir. Amma o dövrdə Mirzə Qədimin bərpa zamanı bu anlayışlardan yəqin ki, xəbəri olmuyor. Çünki bu texnologiya olmuyor. Amma şuuraltı o elə bir anlar istifadə edib ki, bərpada. Bugün o aktualdır. Yəni bu insan beyni və fikri həqiqətən də rəssamlıq sahəsində çox inkişaf edib. Yəni o dövrdə o nəyi bərpada tutan icad edib? Hansısa bir əsərin yoxdur. Mirzə Qədim bunu yenidən yaratmalıdır. Və o analogiya ki, hansı ki kənarda var, onun rəngini analiz etmək, yeni əsərdə onu tətbiq eləmək, o texnoloji proses olmasa bugün qeyri-mümkündür. Amma siz təsəvvür eləyin, o nə qədər hiss eləyib o analoji əsərdə olan rənglərin qarışığını və orada istifadə olunan pigmentləri. Digər rəsmə baxarkən Mirzə Qədim yaradan əsərə və iki əsərin sanki eyni adam tərəfindən işləndiyi görsənir. Və yaxud digər bir əsərdə, Hüseynqulu xan əsərində, onun fonunda hiss olunur ki, Mirzə Qədim oranı bərpa edib. Müəyyən yerdə 90%-ni bərpa edib. Amma o qalan orijinaldan olan bir hissə digər hissələrdən heç vəclə fərqlənmir. Yəni təsəvvür eləyin, bu adam texniki vasitələr olmamaq şərti ilə ondan əvvəl yaradılmış əsərin rəng qatını artıq gözlə, vizual analiz eləməyə bacarıb. Və onun vurduğu rənglər eynən. Bugün biz onu rengəndə və yaxud ultrabənövşə, infraqırmızı şüada və yaxud spektral analiz edərkən görürük ki, fərq demək olar ki, yoxdur. Yəni bu nə deməkdir? Bu deməkdir ki, bu həqiqətən də bərpa edərkən, yəni bu insan həm kimyaçı olub, həm fizik olub, həm matematik olub. Yəni bütün bunlar bu insanda formalaşıb. Və onun ilk Azərbaycan bərpa sənətində, yəni bu qısa bir müddətdə olub yəqin ki, onun həyatı boyu bu əsərləri yaradarkən, yəni onu ilk bərpa sənətinin kökündən qoyan bir adam kimi bugün biz qəbul edə bilərik. Natiq müəllim, çox sağ olun, çox qiymətli məlumatlar verdiniz. Yəni bu sadəcə bir, bunlar həm də mən buna bir gələcək nəsil üçün bir resurs bazası kimi baxıram və onlar bizim, bilirsiniz, mədəni irsimiz bizim
tarix yaddaşımızın həm də namusudur, qeyrətidir. Natiq müəllim kimi bizim uzmanlar, alimlərimiz, mütəxəssislərimiz o irsin həm keşiyində dururlar, həm onu bərpa eləyirlər və mədəni irsimiz həm də bizim milli kimliyimizin kod açarıdır. Biz bundan sonra da hər verilişlərimizdə bax bu mücrünü açaraq oradakı açarları çıxaracağıq və onun ətrafında onun o açarın bizə göstərdiyi mövzunu sizlər üçün bir yerdə müzakirə edəcəyik. Sağ olun, sağlıqla qalın. Hamınıza möhkəm can sağlığı, bir də sarsılmaz yaddaş arzu edirəm.